Güvən sınaq kitabından 59-cu sınaqda 1-ci suala baxaq. Bax burada isim deyir də sənə, elə deyil. İsim deyirsə nələrə baxacaqsan? İsimlərə. İsimlər burada hansıdır? Ürəyimdə. Xəfif sövü sifətdir, buna baxmırsan. Xəfif bir ədaddır, buna da baxmırsan. Burada qaldı əsli də feildir, buna da baxmırsan. İndi ürəyimdə söz ismin hansı halındadır? Ürəyimdə. Aha. Ürəyimdə söz ismin hansı halındadır? Tər varsa, Hə. Nə? Yerlik, əlbəttə ki, yerlik. Bu nədir? Yerlik. Yerlik. Sonra payız. yəni, Bəli, payız da nədir? Yəlik, qeyri-müəyyən yəlikdir. Sonra yeri də nədir? kəs. Payızın öz yeli, öz. Bu nədir? Öz yeli. Öz yeli deyə bilirdim, öz sözünü deyə bilirdimsə nə olurdu? Mənsubiyyət. Başqa hal şəkilçisi yoxdur, başqa halda deyil. Onda hansı haldadır? Adlıq. Deməli cavabın nədir? Yerlik, yəlik, adlıq. Yerlik, yəlik, adlıq. Cavabın oldu A bəndi.